Mövsümi dəyişikliklər fonunda xüsusilə uşaqlar arasında geniş yayılan norovirus son dövrlərdə ən çox rast gəlinən və sürətlə artan virus infeksiyalarından biri kimi diqqət çəkir. Norovirus qəfil başlayan qusma, ishal, qarın ağrısı və bəzən qızdırma ilə özünü göstərir. Bildirilir ki, bu virusun ən ciddi təhlükəsi qısa müddətdə bədəndə güclü maye itkisinə səbəb olmasıdır. Ən böyük təhlükə maye itkisidir və xüsusilə azyaşlı uşaqlarda bu vəziyyət saatlar ərzində ağırlaşa bilər. Məlumata görə uşaqlarda sidik ifrazının azalması, ağız quruluğu, göz yaşlarının azalması, halsızlıq, qida qəbulundan imtina və yuxusuzluq kimi əlamətlər müşahidə olunarsa, dərhal tibbi yardım göstərilməlidir. Norovirusun ən təhlükəli xüsusiyyətlərindən biri onun çox sürətlə yayılmasıdır. Məktəb və uşaq bağçaları kimi izdihamlı mühitlərdə virus asanlıqla ötürülür. Qapı tutacaqları, oyuncaqlar və tez-tez toxunulan səthlər belə yoluxma mənbəyinə çevrilə bilər. Qeyd edilir ki, bir yoluxmuş uşaq qısa müddətdə ailənin digər üzvlərinə də virusu ötürə bilər. Eyni zamanda xəstəliyin müalicəsində ən çox edilən səhvlərdən biri antibiotiklərin istifadə olunmasıdır. Vurğulanır ki, norovirus virus mənşəli olduğu üçün antibiotiklər təsirsizdir. Ən effektiv müalicə isə itirilmiş mayenin bərpasıdır. Valideynlərə uşaqlara bol maye verilməsi tövsiyə olunur. Qeyd edək ki, norovirus əksər hallarda bir neçə gün ərzində öz-özünə keçib gedir. Lakin uşaqlarda maye itkisi sürətlə arta bildiyindən simptomların diqqətlə izlənilməsi və vaxtında müdaxilə böyük əhəmiyyət daşıyır.